Hansı reaksiya məhlulda axıra qədər gedər? A variantından alınır qurğuşun xlorid, bu çöküntüdür. Bir də kalium NO3. Ona görə A variantı gedir. B variantına baxaq. Buradan alınır. Deməli, burada natrium 2 SO4, HNO3 veriblər. Bu zəifdir, bu da qüvvətlidir. Baxın. Zəif qüvvətlini çıxara bilməz. Ona görə bu reaksiya getmir. C variantına baxıram. Barium sulfat H xlorla. Xlorid zəifdir, bu isə qüvvətlidir. Zəif qüvvətlini çıxara bilməz, həm də bu çöküntüdə ona görə getmir. Gəldik D variantına. Gümüş xlorid, üstə gələk HNO3. Baxın, bu çöküntüdür və turşuları bu xlorid nitratın deyək ki, xlorid, HNO3, bir də H3PO4. Bunlar bir-birini o zaman çıxarır ki, yeni bir çöküntü halında maddə əmələ gəlsin. Ancaq burada gümüş xlorid elə özü çöküntüdür. Həmçinin də yeni bir çöküntü alınmır deyə, onsuz da bu çöküntüdür də, reaksiya nədir? Axıra qədər bu da getmir, bu reaksiya getmir. E variantına baxırıq. Kalium 2 karbon O3, üzərinə gəlirəm H2 silisium O3. Bu zəifdir, bu isə qüvvətlidir. Zəif qüvvətlini çıxara bilməz, ona görə cavab olur A variantı. 12-də deyir ki, hansı reaksiya məhlulda axıra qədər getmir? Miso üstə gələk H2SO4. Bu reaksiya gedir. Əsasi oksid misodur, bu da turşu oksididir. Deməli, duz və su əmələ gəlir. Sonra B variantına baxırıq. B variantında natrium NO3 üstə gələk H xlor. Bu reaksiyanın getmə səbəbi yoxdur. Deməli, həm də əvvəlki test tapşırığında dedim ki, xlorid, nitrat, orta fosfat, bunların üçün bir yerdə veriblər, eyni gücə malikdir demək istəyirlər. Bir-birini o zaman çıxarır ki, burada bir çöküntü alınsın. Cavab B variantıdır, B getmir. C variantına baxırıq. Natrium OH, üzərinə gəlirəm H2SO4. Buradan normal duz alınır və su alınır. Deməli, əsasla turşu arasında reaksiya gedir. Normal duz və su alınırsa neytrallaşma reaksiyasıdır. Axıra qədər gedir. D variantına baxıram. Natrium xlorid üstə gələk H2SO4 qatı. Qatı sulfat turşusu qüvvətlidir. Xlorid də zəifdir. Duzla turşu reaksiya gedəndə diqqət edirik turşuya. Üzərinə gəldiyim turşu duzun içərisindəkindən qüvvətlidirsə, bu reaksiya gedir. Yəni natrium 2SO4, bir də H xlor alınır. E variantına baxırıq. Gümüş NO3, üzərinə gəlirəm kalium 3 PO4. Duzla duz reaksiya getməsi üçün baxıram ki, hər ikisi həll olan olmalıdır. Bu həll olandır. Bu da həll olandır, çünki nitratların hamısı həll olur. Kaliumun da bütün duzları həll olur. Nəticədə gümüş orta fosfat çöküntü əmələ gəlir axı. Çöküntü əmələ gəlirsə, bu reaksiya axıra qədər gedir. Getməyən reaksiya B variantıdır. Natrium hidroksid, üstə gələk barium hidroksid. İkisi də əsas xassəlidir, bu reaksiya getməz. Bu reaksiya getməli. Magnezium hidroksid, üstə gələk alüminium xlorid. Suda həll olmayan əsaslar duzlarla getmir, bu da getmir. Sonra natrium hidroksid, üzərinə gəlir sink xlor 2. Bu reaksiya gedir. Ona görə ki, sink hidroksid almaq istəyirəmsə, sinkin həll olan duzun üstünə qələvi gəlməliyəm. Yəni, buradan alınır SiO2 2 dəfə çöküntü. Bir də natrium xlorid alınır. Növbəti baxaq, kalium OH-ın üzərinə natrium sulfat. Reaksiyanın getmə səbəbi yoxdur. Nə bu çöküntüdür, nə o çöküntüdür. Heç biri yəni gedə bilmir. Kalium OH üzərinə dəmir 2 hidroksid. Bu reaksiyada getmir. İkisi də əsas xassəlidir. Əgər kalium OH üstə gələk, dəmir OH 3 dəfə olsaydı, bu reaksiya gedərdi. Ona görə ki, bu amfoterdə axı
Bu amfoter xassəlidir. Amma bu getmir. Çünki dəmir 2 hidroksid əsas xassəlidir. Dəmir 3 hidroksid amfoter xassəlidir. Bu gedər, ancaq bu getməz. Getməz. 14-ə baxırıq. OH ionu ilə hansı katyonları təyin etmək olmur? Deməli, OH-ı o katyondan təyin edirik ki, o çöküntüdür. Məsələn, natrium OH çöküntü deyil, təyin etmək olmaz. Bunu olmaz. Sonra mis 2 hidroksid mavi rəngli çöküntüdür. Bunu olar, təyin etmək olar. Dəmir 2 hidroksid yaşıl, qonurlaşan yaşıl çöküntüdür. Bunu təyin etmək olar. Alüminium hidroksid ağ həlməşik çöküntüdür. Bunu da təyin etmək olar. Deməli, cavab 2, 3, 4-dür. Bizdən də deyir ki, təyin etmək olmur. Ona görə də yalnız cavab E variantıdır. Olmazı soruşur ona görə. Növbəti suala baxırıq. 15. Hansı reaksiya məhlulda axıra qədər getmir? Birinci reaksiya gedir. Çünki birinci reaksiyada mis 2 hidroksid çöküntü, bir də natrium NO3 alınır. Birinci reaksiya gedir. Sonra ikinci reaksiya baxırıq. Kalsium kalsium hidrokarbonatla reaksiyasıdır. Bu reaksiya ona görə gedir ki, bu turşduzdur. Turşduz. Bu da qələvidir. Burada bir normallaşma gedir də, normal duza çevrilir. Kalsium karbonat alınır. Bir də nə alınır? Su alınır. C variantına baxırıq. Kalium OH-ın üzərinə natrium 3PO4 gəliblər. Bu reaksiyanın getmə səbəbi yoxdur. Nə natrium OH çöküntüdür, nə kalium PO4. Ona görə bu reaksiya getmir. Burada olur cavab C variantı. Bizdən də getməyəni soruşurdu. D variantı gedir. Çünki D variantında kalium hidroksid üstə gələk kalium 2HPO4. Aha. Burada əsasla turşduzun reaksiyasından kaliumun sayı artır da sanki. Kalium 3PO4 alınır, normallaşır duz. Bir də su alınır. E variantına baxırıq. Dəmir 2 OH 2 dəfə xlorun üzərinə H-xlor gəlsəm, xlorun biri də OH-ı əvəz eləyir. OH-ın biri qalır, 2 xlor olur və buradan su ayrılır. Cavab olur C variantı.